Mən özüm yadıma gəlir uşaqlıqda da, hətta bir dəfə gəldim İmam Hüseyn məclisində əyləşdim. Birinci elə bil hələ adam bilmirdim, məlumatım yox idi. Orada gördüm və orada da gördüm insanların Hüseyn əleyhissalam olan eşqini, məhəbbətini. Bu artıq adamı düşündürürdü. Və o artıq səbəb olurdu ki, gedim oxuyum, bu kimdir axı? İnsan əzizi üçün belə ağlamaz. İllər, əsrlər keçir. Nə daxı bu görürsən ki, bir fitri bir məhəbbətdir. Hüseyn əleyhissalamla tanış olmaq və tanıtmaq çox mühümdür. Və zuhurun açarıdır Hüseyn. Yəni, cəmaat gəlir İmam Hüseyni tanısın. Tanısın ki, İmam Hüseyn, İmam Zaman zuhur eləsin. Hüseyn əleyhissalamla İmam Zaman arasında məxsus əlaqə. Mən bir dəfə bu mövzunu araşdırırdım. Çıxış eləmişəm hətta. İmam Hüseynlə İmam Zamanın oxşar cəhətləri, digər necə tamamlayır, Aşura ilə zuhurun əlaqəsi. Bax, bu mövzu maraqlı mövzulardan.